Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla bu təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Əşarilər, mətrudlər və həmçinin digər zəlalət firqələri və onların dəvətçiləri barəsində olan növbəti bir videomuzdur. Və bu videoda gördüyünüz şəxs bu Nizamiye mədrəsəsinin yetirmələrindəndir. Öz şəriəti, Quran və sünnəni öz ağıllarına tabe etdirən kimsələrdəndir. Necə ki, əqidə məsələlərində batil danışdıqları kimi, necə əqidə məsələlərində nəfslərinə uyub ağıllarını Quran və sünnə üzərinə qaldırdıqları kimi, eyni ilə fiqh məsələlərdə də bunlar görürsən ki, eyni qaydada, eyni yolun yolçularıdırlar. Dinləyək, deməli, məst barəsində soruşurlar və deyirlər ki, müasir corablara məst edən məscid imamlarının arxasında namaz qılmaq olar. Deyir, yox, namaz qılmaq olmaz və o namaz batildir və namaz qaytarılmalıdır. Dinləyək, sonra biz ona Allahın kitabı, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi və sahabə sözlərindən cavab verir inşallah. Müasir corablara məsk edən imamın arxasında namaz qılmaq olar mı? Bismillahirrahmanirrahim. Belə bir imamın arxasında namaz səhih deyildir. Onun arxasında qılınan namazlar qəza edilməlidir. Heç bir dəlil, eşitdiyiniz kimi, heç bir dəlil zikr etmədən, rahatlıqla Allah Subhanahu wa Taala'nın dinindən və Peyğəmbər sallallahu aleyhi ve sellemin adından fətva verir ki, bəli, müasir corablara məhz çəkən imamların arxasında namaz qılmaz və bu namazlar batildir və qaytarılmalıdır. Görək, Quran və sünnə nə deyir? Deməli, qardaşlarım, nə zaman ki insan özünü bütünlüklə Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə tabe etdirirsə, ona görə əhl-i sünnətin, salih sələflərin yolu ən gözəldir. Çünki biz bütünlüklə öz dediklərimizi Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə tabe elətdiririk. Və sən dediklərimi Quran və sünnə üzərində qoyanda görürsən ki, əgər yapışırsa götürülür, yapışmırsa atasan kənara. Allahu Akbar. Çünki bunu bütün əhl-i sünnə imamları deyib. İmam Şafii, İmam Ebu Hanifə rahimehullah deyər ki, bizim dediklərimizi Quran və sünnə ilə tutuşturun, uyğun gəlsə götürün, gəlmirsə atın bir kənara. İnsan Allah Subhanahu taalanın dini ilə, şəriəti ilə çəkişməməlidir. Allah Rasulü bizlərə nəyi asanlaşdırmağı öyrədibsə və din asanlıqdırsa, deyibsə və eyni qaydada da insanlara o asanlıqla o dini nə etməliyik, çatdırmalıyıq. Nə qədər sən çalışsan Allah Taalanın dinini çətinləşdirməyə və şəriətlə çəkişməyə, şəriət sənə qalib gələcək. Bu bir mənalıdır. Yəni şəriət sənə qalib gələcək. Ona görə də qardaşlarım, fikir versəniz, əhl-i sünnə imamları əqidə kitablarında fiqh məsələlərə yer veriblər. Çox qəribə deyilmi? Niyə görə əhl-i sünnə imamları əqidə kitablarında fiqh məsələlərə yer verir? Çünki həmin vaxtı o alimlərin yaşadıkları dövrlərdə bu məzhəbçilər, bu bidət və zalət firqələri o qədər o fiqh məsələləri şişirdmişdilər ki, əhl-i sünnə imamları məcbur olub əqidə kitablarına fiqh məsələləri əlavə ediblər ki, insanlar əqidəni oxuyanda o fiqh məsələlərini də oxusunlar onun içərisində ki, yəni bilsinlər ki, bu bidət və zalət firqələrin şişirdikləri məsələlərdir. Yəni bu Quran və sünnə ilə belə deyil. Və məst məsələsi, corablara məst etmək məsələsi də bu məsələlərdəndir ki, hansı ki, şəri məsələlərdəndir ki, hansı ki, alimlər, əhl-i sünnə imamları deməli, əqidə kitablarının içərisində nə ediblər? Salıblar. Sadəcə insanlar bu məsələləri, yəni bidət firqələri bu məsələləri nə ediblər? Şişirdiblər, çətinləşdiriblər. Bu məzhəblər o qədər bu mövzunu çətinləşdiriblər ki, insanlar üçün nədir? Artıq bu məsələlər çox qəliz bir hala gəlib çatıb. İndi mən sizə qeyd edəcəm, Hənəfi məzhəbində bir corabın üzərinə məst etmək üçün hansı şərtlər lazımdır? Yəni özünüz də dəhşətə gələcəksiniz. Və burada da Həzrəti Əli radiyallahu anhunun sözləri yada düşür ki, və yerindədir ki, Həzrəti Əli deyərdi ki, əgər şəriət Allahın dini ağıllı olsaydı, biz məhsdi
corabın üstünə deyil, ayağımızın nədir? Altına çəkərdik. Allahu Ekber. Həqiqətən də bu belədir. Amma şəriət ağılla deyil. Şəriət Allah belə buyurdu, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu deməklədir. Deməli qardaşlarım, Hənəfi məzhəbində bir corabın üzərinə, məsəl üçün Əhl-i-Sünnə imamları 2 dənə şərt qoyublar. Və hədislərdə Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə biz baxdıqda 40-dan çox rivayət var, hədis vardır ki, hansı ki sahabələrin na'leyn, corabeyn və həmçinin xuffeyn. Bu 3 dənə ləfz işlənib. Na'leyn ayaqqabı, corabeyn corab, bildiyimiz corabdır. Xuffeyn də dəridən olan bir şeydir ki, hansı ki onun üzərinə Peyğəmbər sallallahu əleyhi və səlləmdən varid olan və sahabelərdən gələn rivayətlərdə hədislər varid olub 40-dan çox rivayət var bu barədə. Və ona görə də bu hədislərə əsasən alimlər söyləyiblər ki, 2 dənə şərt var. Təmiz ayağa geyinməlisən. İkincisi isə ayağı tamamilə nə etməlidir? Yəni topuğa qədər olan hissəni, üstünü nə etməlidir? Örtməlidir. Ki sən o corab olsun və yaxud da dəridən bir şey olsun, naleyn ayaqqabı olsun, onun üzərində nədir? Məhz çəkə bilərsən. Vəssalam. Bu Əhl-i-Sünnə imamlarının qoyduğu 2 dənə şərtdir. İndi baxaq görək bu cavan oğlan, Nizamiye mədrəsəsindən olan bu cavan oğlanın məhzəbində nələr deyilir? Mən sayıram, mən deyirəm, siz də sayın qardaşlarım. Yırtıq olmasın. Su keçirməsin. Ayaq islanmamalıdır. Yəni sən ona məhz eləyəndə ayağın islanmamalıdır. Həmin o corabla 500 metr gedə bilməlisən, yeriməlisən. Dərinin rəngini göstərəcək qədər şəffaf olmamalıdır. Buraxanda dik dayanmalıdır. Yəni sən corabı belə qoysan, corab dayanmayacaq, yıxılacaq, düzmürəm, amma ona görə də onlar deyir ki, dayanmalıdır. Qalın olmalıdır, nazik olmasın. Yəni bütün bu saydıqlarım, qardaşlarım, indi mən dedim, siz də sayında neçə dənə oldu bu şərtlər. Hamısı batıl olan bir şeydir. Bunların heç birini Peyğəmbər sallallahu əleyhi və səlləm şəriətində heç biri gəlmir. Heç biri gəlmir. Nə Allahın Rasulü, nə sahabələr, nə tabinlər. Onlar bu cür şərtlər gətirməyiblər məhz çəkmək üçün. Və bunlar bu şeyləri hardan uydurur və deyirlər ki, imamın arxasında sən namaz qılma, namazın batildir. Yəni təsəvvür edin ki, bu insan hökm verir ki, sənin qıldığın namaz batildir. Və sonra da bizləri ittiham edirlər ki, bunlar təkfirçidirlər, bunlar nəmin xavaricdirlər, bunlar nəmin halbuki özləri bütün o sifətləri hamısı nə edirlər, özlərində daşıyırlar. Əhl-i-Sünnə imamları arasında bu şeylərin üzərinə dediyim kimi corabeyndir, xuffeyndir, na'leyndir, bunların üzərinə bəhs etmək arasında heç bir ixtilaf yoxdur. Əlhəmdə əksinə Əhl-i-Sünnə imamları icma ediblər ki, rahatlıqla ki, corabların üzərinə məhz çəkmək olar. Burada heç bir problem yoxdur. Və dediyimiz kimi 40-a yaxın səhih hədislər vardı bu barədə. Həmin hədislərdə əsasən Peyğəmbər sallallahu əleyhi və səlləmin məhz çəkərdi. Sadəcə olaraq əvvəllər xufun, dəridən olan bir şeyin üzərində, sonradan isə bu corab ilə əvəz edildi o vaxtı da. Yəni corab var idi. Kimsə düşünə bilər, bu corab müasir deyil, yox. Corab odur ki, ümumiyyətlə araba, yəni ayağa nə geyinilirsə, onun üzərindən məhz çəkmək olar. İslam alimləri əvvəl istifadə edirdilər. Xufun indiki corab hökmündə olduğunu və dedilər ki, İslam alimləri ki, əvvəllər istifadə edilən xufun indiki corab hökmündə olduğunu söyləyirlər. Həmçinin İmam Əbu Hanifə rahimehullahın özü ömrünün sonlarında bu sünnəni tətbiq etmişdi. Əbu Muqatil Əs-Səmərqəndi rahimehullah deyir ki, vəfat edəcəyi xəstəlik vaxtı Əbu Hanifənin yanına gəldi. Su gətirdim, dəstəmaz aldı. Ayaqlarında corab var idi. Corablarını məhz dedi və belə dedi: "Əvvəllər etmədiyim bir şeyi bu günləri edirəm." Bu rivayəti İmam Tirmizi rahimehullah öz kitabında qeyd edir. Corablar üzərində məhz etmək caizdir və sahabelərinin çoxundan corablar üzərində məhz etmək haqqında hədislər gəlmişdir. Muğirə İbn Şöbə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm corab dəstəmaz aldı və corablarının həmçinin ayaqqabılarının üzərində məhz etdi. Yəni Əhl-i-Sünnədə bu məşhur bir görüşdür. Həmçinin Əbu Musa Əl-Əşari tərəfindən rivayət olunub ki, Allah Resulü corabların üzərinə məhz edərdi. Bu da Əbu Davudda, Tirmizdə bu rivayətlər hamısı keçir qardaşlar. Corabların üzərinə İmam Əbu Davud rahimehullah deyir ki, corabların üzərinə məhz etməyi Əli ibn Əbu Talibdən, ibn Məxsuddan, Bəra ibn Azibdən, Ənəs ibn Məlikdən, Əbu Umamədən, Səhl ibn Səddən, Əmr ibn Hureysdən rivayət olunmuşdur. İbn Qeym rahimehullah Təhsibu Əs-Sünnə kitabında İbn Munzirdən, bilirsiniz ki, İbn Munzir icma nəqd edən alimlərdəndir. Və İmam Əhmədin corablar üzərində məhz etməsinin caiz olduğunu və həmçinin də bu barədə Sufyan əs-Sovri, İbn Mübarəkən, Həsən Səid ibn Museyb və həmçinin də İbn Teymiyyə, həmçinin Şinqiti kimi böyük alimlərin
rəylərini gətirir ki, onlar corabın üstünə məst etmək olar demişlər. Yaxşı, bəs bu Nizamiye mədrəsəsində olan bu cavan oğlan bu dəlləri, bu sözləri nəyə istinad edib söyləyir? Və çıxsın bir dənə cavab versin də heç olmasa bu bir özündə bir cürət tapsın, çıxsın mənim dediklərimi rədd etsin və mənə cavab versin. Buradan bütün onların dinləyicilərinə səslərim. Deyin onlara, çıxsın bir dənə bunları hamısı rədd versin. Mümkün deyil. Necə ki ağlı ilə, nəfsi ilə danışır, eyni qaydada da əqidə məsələlərində nəfsi ilə və ağılları ilə danışırlar. Bizim dediklərimiz hamısı dəlillərlədir. Gecə indi bizim öz məsələlərimizə, hansı ki bizim deməli qardaşlar arasında çox yayılan deməli suallardır bu məst barəsində. Ona görə məqamı bildim ki, elə bunları da deyim. Və Əhlüsünnə imamları arasında alimlər ixtilaf ediblər. Yəni əlhəmdə Əhlüsünnə imamları məsələlərdə dartışıblar bir-birlərinə və deyiblər ki, hansı daha əfsəldir? Ayağı yumaq əfsəldir, yoxsa ki məst etmək əfsəldir? Ona görə də bəzi Əhlüsünnə imamları, məsəl üçün İmam Şafiidir, İmam Məlikdir və s. Əhlüsünnə imamlar deyiblər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əksər hallarda ayağını yuardı. Ona görə ayağı yumaq daha əfsəldir deyiblər. Digər Əhlüsünnə imamları isə, məsəl üçün İbn Munzir burada rəvayət gətirir, deyir ki, alimlər məslər üzərinə məs etməyinmi, yoxsa ayaqları yumağınmı daha fəzilətli olduğu barəsində ixtilaf etmişlər. Mən, İbn Munzir özü deyir, məs etmənin daha fəzilətli olduğunu görüşü seçirəm. Bunu İbn Həcər Fəthül Baridə qeyd edir. Yəni məsələ ixtilaflıdır. Bəziləri deyiblər ayağı yumaq daha əfsəldir, bəziləri deyiblər ki, ayağı məs etmək ondan daha əfsəl. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsidir. Allah Rəsulu da özündən heç nə deməyib, Allah Taala'dan ona gələn bir vəhy ilə bunu edirdi. İkinci məsələ, məsələn sual verirlər ki, əgər ayaqda 2 dənə corab geyinmisənsə, hansına məst edilir? Yəni Əhlüsünnə imamları söyləyiblər ki, əgər ayağa 2 dənə corab geyinirsə, bu əsas qış ayıdır. Üstdən aşağı düşürsən, yəni üstdəkinə çəkdinsə, corab ayağından çıxdısa, sonra aşağıdakına çəkə bilərsən. Yəni aşağıdakına çəkmisənsə, sonra ikinci corab geyinib onun üstünə çəkmək olmaz. Üçüncü sual bu barədə verilən məs barəsində deyir ki, ayaqqabıya məs çəkmək olarmı? Bəli, olar. Bəli, icazəlidir və həmçinin də bu bir çox Əhlüsünnə imamların görüşüdür ki, əgər ayaqqabı topuğu tutursa, bu məsəl üçün əskərlik və s. kimi yerlərdə çətin olan, soyuq olan yerlərdə ayaqqabıların üzərində nədir? Məs çəkmək olar, heç bir problem yoxdur. Dördüncü, nazik corabın üzərində məs çəkmək barəsində soruşurlar ki, əgər corab şəffafdırsa və ayaq görsənirsə, onun üzərində məs çəkmək olar. Əhlüsünnə imamları deyirlər ki, əgər corabdırsa, yəni corab adını daşıyırsa, onun üzərində nədir? Məs çəkmək olar və bunu da müqayisə ediblər sarğının üzərinə. Məsələn, hərəsə sarğılıdırsa, bağlıdırsa, yara varsa, necə üzərinə məs edirsənsə, eyni qaydada sarğının da üzərinə nədir? Məs çəkmək olar. Və həmçinin 5-ci bu barədə suallardan məst olunmuş corab ayağından çıxdısa, deməli dəstəmaz pozulur yoxsa yox? Bu barədə çox vaxt suallar verirlər. Sonra deyirik ki, qardaşlarım, əgər məst olunmuş corab ayağından çıxdısa, dəstəmazın səhihdir, dəstəmazın var. Sadəcə məscidin hökmü gedir. Yəni ondan sonra pozsan, yəni topuqdan aşağı düşdüsə corab, ondan sonra pozsan nədir? Ayaqlar yuyulmalıdır. Əks halda isə o cürünə pozmamısansa, eləmsən namazlarını nədir? Qıla bilərsən. Allah sizdən razı olsun. Allah'a emanet olun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.